Allahın Resulü Həzrəti Muhammed buyurur, and olsun Allaha ki məni risalətə məbus etdi. Məst edən və haram içsən susuz ölər, qəbirdə də susuz qalar, qiyamətdə də 1000 il susuzluqdan qışqırarkən yandım, yandım deyər. Allahın Resulü yenə buyurubdur, haram içənlər cəhənnəmin itləridirlər. O cürə ki Allah Möminin surəsində də buyurubdur, itin cəhənnəmə, ixzau fiha və la tukallimun. Allah buyurur, itin cəhənnəmə və mənim ilə danışmayın. Allah cəhənnəmdə araq içənlərə bu xitabı etdikdən sonra onların üzləri bir parça ət olar və onda olan bir dəlikdən yalnız nəfəs ala bilərlər. Amma asi qulların və günahkar bəndələrin ümidləri Allahın rəhmətindən üzülməsin deyin ərz edim ki, Allah qodsi bir hədisdə buyurur, əgər məndən üz çevirənlər doğrudan bilsəydilər, mən nə qədər onların yollarını gözləyirəm və tövbə edib mənə sarı gəlməklərini gözləyirəm, hər an mənim şoqumdan canları bədənlərindən çıxardım. Quranda da 90-cı ayə Əl-Maidə surəsində Allah buyurur, ey Allaha inam olanlar, həqiqətən çaxır, araq, içki içmək, qumar oynamaq, butlara qulluq etmək, fal oxları və bu cür işlər mındar və çirkindir və şeytanın işlərindəndir. Bunlardan uzaq olun, ta yaxşı qurtuluşa və aqibətə yetişəsiniz və nəcat tapasınız. Ya eyyuhəl-ləzīnə əmənu, innəməl xamru vəl-meysu vəl-ənsabu vəl-əzləmu. Dostlar, Rəbbimiz dünyada ən daha çoxlu halal yemək içməklər yaradıbdır. Bəs haram içki insanı azğınlığa çəkib cəhənnəmə salmaqdan başqa nəyə lazımdır? Allahın Resulü Həzrəti Muhammed buyurur, həmişə və davamlı olaraq içki içən sanki kafir və bütlərin quludur. Qiyamətdə Fir'un və Hamanla məhşur olarlar. Və buyurubdur, içki içənlə oturub durmayın. Əgər söz desə təsdiq etməyin. Elçiliyə də gəlsə ona qız verməyin. Əgər xəstələnsə ya məriz olsa, onun görüşünə və əyadətinə də getməyin. Ölsə də əgər dəfnində iştirak etməyin. Meytinə və cəsədinə namaz qılmayın və ona amanat da tapşırmayın. Peyğəmbər yenə buyurubdur, Allaha və qiyamətə inam olan şəxs haram içki olan masada və süfranın başında oturmamalıdır. Buyurubdur, elə bilin ki, bütün pisliklər və çirkinliklər bir evə ya qutuya toplanıbdır, yığışıbdır və o evin açar kilidi haram içkidir. Yəni sərxoş və məst olanın əhlindən hər cür çirkin iş baş verər. Ardında buyurubdur, yalan söyləmək haram içkidən də daha pisdir. Buyurubdur, hər şey insanı məst və sərxoş etsə haramdır. Buyurub, içki dərddir, dəva dərman deyil. Haram içki pisliklərin anasıdır. Həzrət buyurur, Rəbbimiz içkini, onu hazırlayanı, saxlayanı, alanı, satanı, bağışlayanı, məsrəf edəni, pulunu xərcləyəni, daşıyıb düşürdəni və çaxırın düzəlməyə yardım edəni lənət edibdir. Belədir ki, İmam Sadiq əleyhissalam da buyurubdur, haram içki insanı azğınlığa çəkər və insanın insanlığın aradan qaldırar. Mürüvvət və cavanmərliyi də yox edər və insanı günaha batmağa, qan töhməyə və zina etməyə vadar edər və adamı bütün bədbəxtçilik və qara günlüklərə salar. Qayıt gözəlim, qayıt, salma özünü o da qayıt, çoxdandır gözləyir şoğu ilə sənin o unutmayan yaradanın. Tövbə edibsən əgər yenə sındırıbsan, haqqın yolun 1000 dəfə azıbsan əgər yenə tapıbsan, yenə çağırır sənin o unutmayan yaradanın. Allahümmə salli ala Muhammed və ali Muhammed və əcil fərəcə.